qeyd olunan nədir? Qoy deyir, evin sənin üçün geniş olsun. Yəni, evini geniş et. Hədsin bu ibarəsində alimlər qeyd edir ki, yəni sən evinə çəkil və evində xəlvətdə Allaha ibadət et. Rəbbinlə baş-başa qal və fitnələrdən uzaq ol. Yəni, bütün dedikodulardan və fitnələrin hər növündən uzaq ol və Rəbbinə itaət et, Rəbbinə bağlan. Və sonra hədisin sonuncu ibarəsi, sonuncu cümləsi nədir? Rasulullah buyurdu ki, sən günahlarına görə ağla. Bəli, əziz qardaşlar, hər bir müsəlman günah edəndir, xəta edəndir. Və günah və xəta etdiyi təqdirdə günahlarına görə Allahın qarşısında xəlvətdə o ağlayarsa, Allah Teala onu nicat tapanlardan edər. Başqa bir hədisdə Abdullah ibn Amr'ın hədisində fikir verin. Rasulullah sallallahu aleyhi və səlləm dedi ki, kim susarsa, yəni dilini qoruyarsa, bir mənalı olaraq nicat tapar. Ona görə dəyərli qardaşlar, hər bir müsəlman çalışmalıdır ki, bu həyatda dilini qorusun, nicat tapması üçün, Allahın razılığını qazanması üçün və həmçinin Allahın məğfirətinə, bağışlamasına nail olması üçün, əməllərinin islah olması üçün çalışmalıdır, dilini qorusun. Və dili qorumaq həm insanın dünyada, həm də axirətdə bir çox xeyirlərə nail olmasına səbəbdir.